Dövlət İmtahan Mərkəzi martın 2-sində keçirilən buraxılış imtahanlarının nəticələrini açıqlayıb. Ölkə üzrə 23 şagird maksimum nəticə 300 bal toplayaraq öz biliyi və zəhmətinin bəhrəsini görüb. Havanın soyuq və yağışlı olmasına baxmayaraq Qəbələnin Uldaş kənd tam orta məktəbində bu gün ab-hava tam fərqlidir. Məktəbin tarixində ilk dəfə bir şagird Ömər Rəsulov 300 bal toplayaraq bütün məktəbin fəxrinə çevrilib. Atası usta, anası evdar qadın olan Ömər gələcəyini informasiya təhlükəsizliyi sayəsində görür. Qarşıma məqsəd qoymuşam ki, Dövlət İmtahan Mərkəzinin keçiriləcək imtahanlarında yüksək bal toplayan və universitetə qəbul olan. Mən bunun üçün də çox çalışmışam, çox səy göstərmişəm. Həqiqətən insan çalışdıqda öz istədiklərinə nail olur, öz bəhrəsini görür. Mən bunu artıq başa düşməyə başlamışam. Səfərimizin növbəti ünvanı Şəkinin Orta Zəyzid kəndidir. Burada yerləşən bir nömrəli tam orta məktəbdə də bu gün sevinç yaşanır. 215 şagirdin təhsil aldığı məktəbdə 300 bal toplayan Orxan müəllimləri və rəhbərlik tərəfindən xüsusi olaraq qarşılanır. Bu nəticəmə görə valideynlərin başda olmaqla bütün müəllimlərimə, mənim üzərimdə əziyyət olan hər kəsə təşəkkür edirəm. Gələcəkdə tibb sahəsini seçməyi planlaşdırıram. Bu sahədə layiqli bir vətəndaş olmaq arzu edirəm. Şəki şəhər Kimya-Biologiya təmayüllü Respublika liseyində isə 7-ci sinifdən təhsil alan Məhəmməd İsmailov bu il buraxılış imtahanında maksimum nəticə göstərib. Qarşıda blok imtahanı var və düşünürəm ki, bu imtahanda yüksək nəticə əldə edəcəm. Mən həmçinin Respublika fənn olimpiadalarında kimya fənni üzrə final turunda iştirak hüququ qazanmışam. Düşünürəm ki, bu sahədə də uğur əldə edəcəm. Mən gələcəkdə mühəndis olmağı hədəfləyirəm. Biz də bu gənclərə növbəti mərhələdə uğurlar diləyir və bir daha görüşmək arzusuyla məktəblərdən ayrılırıq.